Selamun Aleyküm ve Rahmetullah. Elhamdülillahi Rabbil Alemin ve lâgıbetu lil muttaqin ve salatu ve selamu ala seyyidina Muhammed ve ala alihi ve ashabi ecma'in. Allahümme ahricna min zulumatil vehm ve akrimna bi nuril fehm ve aftah aleyna bi ma'rifetil ilmi ve sahil ahlâgna bil hilm ve cealna mimmen yestemi'ûnel gavle feyettebi'ûne ehsene. Allahümme la sehla illa ma cealtehu sehlen ve in şi'te cealte hazne sehlen bi kudretke ya erhamer rahimin. Allahümme erinel hakka hakkan verzugna ittiba'ahu ve erinel batile batilen verzugna iştinabe. Allahümme Rabbi işreh li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Emme ba'd. Belezler, geçen dersimizde Fıkhul Ekber'in üzerine çattık, orada dayandık. Dedik ki fıkh anlayış demekti. Ve Fıkhul Ekber'de İmam Ebu Hanife'nin öz risalesine verdiği o fıkh adı Fıkhul Ekber'de oradan gelir ki en büyük anlayış. En büyük anlayış demektir Fıkhul Ekber. Ve əqidənin fıkh adlandırılması əslində elə hər şeyin əsasıdır. Hər şeyin əsasıdır. Niyə? Çünki həyatı, anlayışı əqidənin özəyi təşkil edir. Yəni, həqiqi anlayış, doğru anlayış əqidədən ibarətdir. Və İmam Əbu Hanifənin fıkha verdiyi tərifdə deyilir ki, bir insanın lehində və əleyhində olanı bilməsi fıkhdır. Nə mənim lehimədir, nə mənim əleyhimədir. Həyatımız boyu lehimizə bir şey var, bir də əleyhimizə bir şey var. Elə deyilmi? Bunu bilməyə fıkh deyilir, anlayış deyilir. Əvvəldə də, keçən dərsdə də xatırlatdıq ki, bir insanın yaxşı, yamanı ayırması nədir? Onun əqidəsidir. Nə yaxşıdır, nə pisdir. Və bunu artıq profesional bir şəkildə terminlə, istilahla deyəsi olsaq, buna fıkh deyirik. Lehimizə olan nədir, əleyhimizə olan nədir? Misal üçün, yəni lehimizə, əleyhimizə necə izah edirik bunu? Necə izah edirik bunu? Necə izah edirik bunu? Məsələn, bir insanın namaz qılmaması əleyhinədir. Bir varlının zəkat verməməsi əleyhinədir. Bir müsəlmanın haram yeməməsi lehinədir. Əleyhinə, yəni zərərinə. Lehinə, yəni faydasına. Və bu şəkildə İmam Əzəm fıkhın ümumi qaydasını verir. Bir insanın lehində və əleyhində olanları bilməsi onun fıkhıdır. Fıkh budur. Və ən böyük fıkhda insanın dünya ahirətini tənzimləyəcək əsas qaydənin bilinməsidir. Əsas anlayışın bilinməsidir. Keçən dərs izah eləmişik, qayıtmağa ehtiyac yoxdur. Bu da əqidət dedik. Əsas anlayış. Mən necə düşünməliyəm ki, necə doğru düşünməliyəm ki, mənim əleyhimdə və lehimdə olan şeylərin doğru şəkildə qiymətləndirilməsini bacara biləm. Əgər mənim anlayışımda donuz ətinin haram olması yoxdursa, əgər mənim təfəkkürümdə Allahdan başqasının ilah olmadığı təfəkkürü yoxdursa, mən ondan sonra qayıdıb lehimi, əleyhimi təyin edə bilərəmmi? Yox. Bir insanın təfəkkürü, anlayışı doğru olmadıqca onun əməli düzən olmaz dünyasında. Bir insan düşünmədikcə ki, oğurluq haramdır, gedib başqasının cibinə əl atarmı? Atmaz. Amma düşünəndə ki, oğurluq haramdır, onda başqasının cibinə əl atıb onun 5 manatını, 3 manatını cibindən çıxartmır. Amma düşünəndə ki, mənim elədiyim əməl haramdır, olmaz, o insanın özünün ailəsi var, o 5 manatı cibinə qoyub çünki ona ehtiyacı var. Bu kimi şeylər nə eləyir? Öz ehtiyacına görə başqasının ehtiyacını əlindən almağı onun qarşısını kəsir, icazə vermir. Bax, bunun üçün hər şeyin əsası dönür, dolaşır, gəlir, dayanır, bir də təkrar vurğuluyuruq əqidənin üstündə. Əqidə düz olarsa, insanın həyatı düz olur. Və keçən dərs dedik ki, bir insanın əqidəsinin düzlüyünü Resulullah sallallahu aleyhi və səlləmin zamanında Resulullah təyin edirdi bunu. İnsanlar Resulullahdan soruşurdular və öz müşküllərini, çətin vəziyyətlərini Resulullah izah edirdi. Sonra səhabə gəldi, səhabələrin müştəhid olanlarından, alimlərindən soruşurdu insanlar. Sonra tabiin dövrü gəldi, bunu da izah elədik. Amma indi biz bir şeyi sizə izah edeyim, qardaşlar. Yəni,
oxuyacaq da görəcəyik ki, məsələn, Əbu Hənifənin yazdığı Fıkhul Əkbərin ümumi mətnindən İmam Təhavinin yazdığı Əqaid-ü Təhaviyyə risaləsinin arasında çox az fərq var. Amma genişlənmə var. Yəni, İmam Əbu Hənifənin yazmadığı bəndlər İmam Təhavi tərəfindən yazılıb. Sonra biraz bəri gəlirik. Söz misali İmam Maturidinin yazdığı Əqidə kitabında Tövhid kitabı daha genişdir. Daha genişdir. Səbəb, getdikcə yeni əqidələr mi meydana çıxır? Nəyə görə Rəsullahın sallallahu aleyhi və səlləmin zamanında heç nə yazılmamışdı, bunu izah elədik. Amma nəyə görə Əbu Hənifənin yazdığı 3 vərəqlik, 3 səhifəlik əqidə risaləsi İmam Maturidinin dövrünə gəldi, böyük bir əməlli başlı bir kitab oldu. Səbəb nədir? Səbəb, əzizlər, səbəb insanların zərurətlə üzbəüz qalması oldu. Neydi bu? Dində belə bir qayda var, üsulü din deyirik, üsulü dində, üsulü fıqhda belə bir qayda var. Zərurət miqdarına görə önlənir. Əd-dərurat yuqaddər bi qədərihə, ərəblər belə deyir. Zərurət miqdarına görə önlənir. Bunu bir misal üzrə izah edeyim, başa düşəcəksiniz inşallah. Məsələn, hamımız bilirik ki, ac qalmaq, ölüm təhlükəsi qarşısında qalmış insanın haram yeməsi caizdir. Düzdürmü? Hamı bilir ki, bir insan gedər bir yerdə ac qalıbdır, hər şeyini itiribdir, çölün ortası meşədir və yaxud səhradır, yeməyə heç nəyi yoxdur. Əğazuqəsi qurtardı. Acıdır, öləcək. Və bir heyvan da, vəhşi bir heyvan ölüb qalıb orada. Ayıdır, canavardır, tülküdür, nə olur olsun. Leşdir, ölüb, murdardır. Yanında yeməyi olsa, şəriətimiz onu yeməyə icazə verirmi? Yox. Niyə? Çünki haramdır, leşdir. Onu yemək olmaz. Amma yanında yeməyi yoxdur. İndi bu dəfə bunun özü, insanın özü ölüm təhlükəsindən üzbəüzdür. Bu zaman şəriətimiz, Quran-ı Kərimlə sabitdir, insana ölməyəcək qədər həmin leşdən kəsib yeməyə icazə verir. Nə qədər deyirik? Ölməyəcək qədər. Zərurət. Zərurət, əvvəlki qayda budur. İndi tam qaydaları demədim. Mən əsas bizə lazım olan dedim. Əsas qayda budur. Əd-darurat yubihul məhdurat. Zərurətli hallar, zəruri hallar qadağan olunmuşlara icazə verir. Birinci qayda. Sonra bu qaydadan bir qayda qaynaqlanır. İkinci qayda çıxır, alt qayda. Zərurətlər miqdarınca qarşılanır. Yəni, bir insan acdır. Yeməyə heç nə yoxdur və bir dənə leş tapdı. O leşin hamısını yemək ixtiyarı varmı? Yox. O leşdən sadəcə ölməyəcək qədər yeyə bilər, özünü doydurdu, müəyyən bir qüvvə qazandı, müəyyən bir məsafəyə gedə biləcək, o qədər yeyə bilər. Amma bu leşin hamısını yeməsi, yəni bu şəkildə istifadə eləməsinə icazə verilmir. Niyə? Çünki zərurət onun zərurəti nədir? Ölümdür. Əgər ölümdən xilas olarsa, miqdarı dayandı. O birisini nədir? Eləməsi olmaz. Həmçinin elm də belə də qardaşlar. Elm də bu qaydaya tabidir. Əslində qalsa həyatımız bu qaydalara tabidir. Həyatımız bu qaydalara tabidir. Və hər bir şey ölçüsü miqdarınca qarşılanır İslamda. Ölçüsündən artıq olmaz. Ona görə də əqidə də ölçüsü miqdarınca qarşılanırdı və ölçüsündən artığa ehtiyac yox idi. Bunu necə başa düşmək lazımdır? Bu saat yəni hamımız oxuyuruq, öyrənirik və hər birimiz üçün sevimlidir ki, səhabənin, Rəsullahın və sələf üləmasının, qədim üləmanın, böyük alimlərin dediklərinlə əməl eləyək. Bugün yerimdən qalxıb mən desəm ki, Qurandan bu hökm çıxır, budur, heç kəs mənim sözümə əhəmiyyət verməz. Versə belə səhv eləmiş olar. Niyə? Çünki mənim Quranı başa düşməyimlə səhabənin, tabiinin, digərinin Quranı başa düşməyi arasında yerlə göy qədər fərq var. Ona görə də hamımız özəyə qaçırıq.
Özəyə qaçırıq və baxırıq ki, qardaş, özəkdə də Resulullahın dövründə yazılmayıb, dediyinə yazılmayıb. İlk yazılan, məlum olan, məşhur olan Əbu Hənifənin Fıqh-ül Əkbəridir. Və bu Fıqh-ül Əkbərdə cəmi cümlətanı dedik 3 səhifədir. Böyük çapına yazsan, bu A4 vərəqindən 3 səhifə yazıdır. O da bir üzü. 3 səhifə, bir üzü. Yəni 2 vərəq, 1 vərəq yarım. Aşağı yuxarı 2 vərəq. Bəs niyə İmam Təhavi o əqidəni genişləndirdi? Əlavə bəndlər əlavə elədi. Hardan aldı? Buna kim icazə verdi? Özündən əqidə mi icad elədi? Ondan sonra gəldi İmam Maturidi. Kim buna icazə verdi? Bir kitab yazdı. Əqidəni bu boyda genişləndirdi. Ondan sonra gəldi İmam Əşəri. Rəhməhumullah, Allah hamısına rəhm eləsin. O gəldi özündən kitab mı yazdı? Əlavələr elədi. Niyə elədi? Əsas düyünümüz buradadır, qardaşlar. O düyünü başa düşsək, biləcək ki, yox. Heç də bu gün bəzilərinin İmam Maturidi və İmam Əşərini bidətçi adlandırmaqlarının heç bir əsası yoxdur. O kişilər dinin müdafiəsinə qalxıb, öz dövrlərində həqiqi mənada mücahid bir şəkildə, elm mücahid olaraq dinin təmizliyini qorumaq üçün o kitabları yazıblar. Yoxsa onlar oturub öz keyflərindən alimlik eləyib, kitab yazıb, tarixə düşmək, hansı ki, bugün Allah qorusun bəzilərinin qayəsi odur. Şəxsən mən indi bir adını çəkmirəm, məşhur bir alim idi. Azərbaycan da özümüzün burada. Adam Allahümə yarabbi, öz dediğinin sözüdür. Dedi ki, mənim adım Axundov kitabxanasında kataloqa düşüb, bu mənə bəsdir. Bu mənə bəsdir. Niyə? Çünki 100 il bundan sonra bir nəfər Azərbaycanlı gənc gedib orada axtaranda, kataloqa baxanda, katalogda filan kəsin adına aid 3-5 kitab görəcək. İnsanın həyat qayəsi budur. Mənim adım kataloqa düşüb. Amma gəlin vicdanla yanaşaq, görək bizim üləmanın elə bir qayğısı olubmu? Mən bir dəfə dedim, bilmirəm, sizə dedim ya, harada dedim, İmam Şafii deyir ki, kaş ki, bu elmdən insanların hamısı faydalanıydı. Amma ondan bir hərf mənə aid edilməyəydi. İmam Şafii alimdir, özünün yazdığı kitablar var, Kitab-ül var, Kitab-ı Risalə var, böyük kitablardır. Şafii məzhəbinin əsaslarıdır. İmam Şafiinin əsərləri həqiqətən, yəni hər bir elm tələbəsinin istifadə eləyəcəyi mənbə kitablardır. Və adam nə deyir? Arzu eləyərdim ki, bütün insanlıq bu kitabdakı, bu elmdən istifadə eləsin. Amma ondan bir hərf mənə aid olunmasın. Yəni, mən adım çəkilməsin. İslam alimlərinin qayğısı buydu. Elm insanların olsun, mənim adım olmasın. Amma müasir dövrdə insan nə düşünür? Mənim adım falan yerdə kataloqda olsa, o mənə bəsdir. İnsanlar istifadə eləyəcək, eləməyəcək, insanlara faydası var, yox, o məni maraqlandırmaz. Həmçinin o alimlər də, Əşəridə, Maturididə, Tahavidə və bu kitablar yazan alimlər də onların qayğısı kitab yazıb insanlara, tarixə, kitabxanalara kitab deyə qoymaq deyildi. Onların həqiqi qayğısı insanları zərərli, pozğun, sapıq fikirlərdən, düşüncələrdən, əqidələrdən qorumaq idi. Ona görə də o kitabları yazırdılar. Bəli, İmam Əbu Hənifə rəhməhullah öz dövrünün zərurəti qədərincə, bax, öz dövrünün zərurəti qədərincə əqidənin prinsiplərini qısa cümlələr şəklində yazdı ki, əhl-i sünnətin əqidəsi budur. Bəli, əhl-i sünnətin əqidəsi budur. Və sizə bir gözəl dəlil verəcəm. İnşallah onu qarşıda oxuyacaq, hamını görəcəksiniz bu sözləri. Belə bir ifadə var Əbu Hənifənin Fıqh-ül Əkbərdə. Məs üzərinə məsh çəkməyi caiz görərik. Məs üzərinə, məs dediyimiz kimi o dəri şəklində, dəridən olan, ayağa geyinən xüsusi ayaqqabıdır. Biz ona məs deyirik, ərəbcə xuf deyilir. Xuf. Məs üzərinə məst eləməyi, yəni məsh eləməyi biz caiz görərik. Deyəcəksiniz, əqidə ilə nə əlaqəsi var? Əqidə düşünəndə Allah, qiyamət, axirət, cənnət, cəhənnəm düşünülür. Nə əlaqəsi var? Zaten soruşulur bu sual bizdən.
Ki bu fıkhın əməlidir. Bu namazda dəstəmazın mövzusudur. Onu əqidə kitabına yazmağın adı nədir? Niyə Əbu Hənifə onu yazıb? Bax, gördünmü? Burada, əziz qardaşlar, zərurətlər qədərincə qarşılanır qaydəsi işə keçir. Və deyirik, Əbu Hənifə rəhməhullahın dövründə İslam ümmətinin arasında iki əqidə yönlüsü deyək, əsasən var idilər. Biri şiyələr, biri də əhl-i sünnə. Mü'təzilə hələ tam formalaşmamışdı. Bunu unutmuruq. Əbu Hənifənin dövründə Mü'təzilə yox idi demək olar ki. Hələ onlar məktəb olaraq formalaşmamışdılar. Aha, məktəb nə idi? Onlar məhz eləməyi caiz görməzdilər ayağınıza. Dərdlər çılpaq ayağa məhz olacaq. Əbu Hənifə isə deyir, yox. Əhl-i sünnət alimləri, tək Əbu Hənifə yox. Yox, məslər üzərinə məsh etməyi caiz görür. Bu bir etiqaddır. Bax, amma bunu caiz görməmək insanı dindən çıxardarmı? Əbədən. Niyə? Çünki əqidənin babıdır, imanın şərti deyil. Əqidə başqa şeydir, iman başqa şeydir. Bugün təəssüflər olsun ki, insanlar əqidə deyəndə iman başa düşür. Yox. İman əqidənin bir hissəsidir, bir parçasıdır. Əqidə daha genişdir. Amma iman onun əsas özəyidir, əsas hissəsidir, əsas fəslidir deyə bilərik buna. Bu şəkildə Əbu Hənifə dedi ki, kitabında yazır ki, məslər üzərinə məsh etməyi caiz görərik. Və o, əhl-i sünnətin bu mövzuda anlayışını, təfəkkürünü sabitləşdirdi. Yəni, əhl-i sünnət olan əməldə bu səhvə yol verməz. Məslər üzərinə, məslə caiz görür. Ondan sonra Əbu Hənifə yazır rəhməhullah, Allahın vəsifləri yaradıcıdır, ruzi verəndir filan. Ondan sonra keçir Peyğəmbərimiz haqqında, nübüvvət haqqında, Peyğəmbərlər haqqdır filan. Ondan sonra keçir möcüzə haqqında filan filan. Və axırda qiyamət əlamətlərindən mövzuyu qapıyır. Qiyamətin əlamətləri, Dəccalın çıxması, Yəcüc-Məcücün zuhuru, Dabbətulardan çıxması, bununla mövzu qapandı. Niyə? Çünki başqa zərurət yox idi. İnsanlar bilirdilər, əqidələrini bilirdilər. İnsanlar əməlini öz əqidəsinə görə apara bilirdi. Artıq əlavə məlumata ehtiyac yox idi. Ona görə də Əbu Hənifə içinə yazmadı. Sonra gəldi İmam Təhavinin dövrü. İmam Təhavinin dövründə bax, artıq İslam dünyası haraya böyümüşdü. Və buraya əcnəbilər, qeyri-düşüncəllər İslamı qəbul eləmişlər. Keçən dəfə buna azacıq toxunduq. Və İmam Təhavi də öz dövrünə görə qarşıya çıxan müəyyən problemləri əhl-i sünnətin əqidəsi, təfəkkürü tərzi olaraq neynədi? Qeyd elədi ki, bax, bu da budur, sabitləşdirdilər. Onu da artıq nə əsas eləyirdilər? Əbu Hənifə məslər üzərinə məsələ ilə caiz görürdü. Özündən mi eləyirdi? Əbədən, Allah qorusun. Heç bir İslam alimi o şeyi etməyib etməz. Həqiqi İslam alimlərinə söhbət edir. Qaydırdı sünniyə və Qur'ana. Qur'anın ayəni oxuyur, deyirdi ki, burada bu şeyə görə məslər yox, yumaqdır çılpaq ayağı. Ondan sonra hədisləri gətirirdi, səhih hədisləri. Səhabi ilə Əbu Hənifənin arasında elə bir məsafə yoxdur. 3 səhabə gördüyü rəvayət olunur. Və son səhabə öləndə, dünyasını dəyişəndə, tarixlə baxanda, sonuncu səhabə dünyasını dəyişəndə Əbu Hənifənin 13 yaşı olur. Digər bir rəvayət, digər bir səhabənin ölümünü hicrətin 100-cü illə hesablasaq 20 yaş olur. Amma gördüyü səhabə, məclisində oturduğu səhabə dünyasını dəyişəndə Əbu Hənifənin 13 yaşı var idi. Ənəs ibn Malik, Allah ondan razı olsun. O Ənəs ibn Malik dünyasını dəyişəndə Əbu Hənifənin 13 yaşı var idi. Və görmüşdü, şəxsən görmüşdü. Onun üçün də Əbu Hənifə hədislə əqidənin babını sabitləşdirdi. Ki, biz əməldə bunu caiz görürük. Həmçinin də Tahavi. İndi gəlirik İmam Maturidi və İmam Əşərinin üzərinə. Ki, İmam Maturidi və İmam Əşəri bunları nə vadar elədi? Nə vadar elədi ki, bu kişilər bunu
genişləndirdilər və yazdılar. Və yenə qayıdırıq həmçinin yenə əvvəl dövrə, tabiin dövrünə. Tabiin dövründə dedi ki, Həsən Bəsri radiyallahu anhu rahiməhullahın vaxtında artıq qədər mövzusu meydana çıxmışdı. Keçən dəfə dedik, adınıza düşür. Sabiq el-İraqinin adını xatırlatdıq. Bir İraqlı bir adam Quranın mütəşabih ayəsini götürürdü, ondan sonra oxuyurdu Həzrət Ömərin dövründə. Ki, bunu mənə başa salan, izah eləyəndən Allah razı olsun. Bunu mənə başa salan, izah eləyəndən Allah razı olsun və Həzrət Ömər onu dövdü, axırda dedi ki, ya Ömər, öldürürsən, öldür. Öldürmürsən, burax artıq mən bu mövzuyu açmayacağım. Və Həzrət Ömər geri öz ölkəsinə göndərdi İraqa və Səad ibn Əbi Vaqqasa da məktub yazdı ki, heç kəs onunla oturub söhbət eləməyə qoymuyor. Heç kəsi Sabiq el-İraqi ilə oturub söhbət eləməyə icazə vermiyor, qoymuyor. Və həqiqətən bu şəkildə elədilər. Axırda Səad ibn Əbi Vaqqas, adam davranışı görülür. Səad ibn Əbi Vaqqas Həzrət Ömərə məktub yazdı ki, ya əmrəl-müminin artıq düzəldi. Yəni özünü islah elədi, artıq əskik danışmır, yeri yersiz danışmır. Ondan sonra Həzrət Ömər icazə verdi, dedi ki, icazə verirəm artıq onunla söhbət edeyim və onunla kəlmə kəsin. İslam ölkəsi balaca idi. İdarə eləmək mümkün idi. Sonra nə oldu? Şam fəth olundu, İran fəth olundu, Hindistana kim gedildi, Çinə dayandı. Rum ölkələri fəth olundu, Afrika ölkələri fəth olundu və orada yaşayan insanlar İslamı qəbul elədilər və artıq bir elmi inkişaf başladı. Nə idi o elmi inkişaf? O insanların, o dinlərin kitablarını başladılar müsəlmanlar ərəb dilinə çevirməyə, tərcümələrə başladılar. Və tərcümə əsnasında kilsələrdən, qədim monastırlardan, qədim Yunan fəlsəfəsi kitablarına rast gəldilər. Qədim Rum fəlsəfəsini tərcümə elədilər. Qədim İran fəlsəfəsini tərcümə elədilər, öyrəndilər. Və bu şəkildə artıq insanların beynində problem meydana çıxdı. Təfəkkür tərzində genişlənmə oldu. Ərəb məsələn bir misal var. Ərəb dərdi ki, üzr istəyirəm, iz ayağın izi adama, təzək dəviyə əlamətdir. Yəni buradan görürük iz gedib. Deyir ki, buradan adam gedib. Bunu başa düşməyə bir problem var mı? Dəlil var mı? Yəni başqa bir dəlil soruşulur mu? Baxırsan ki, ayaq izləri düşüb, deyirsən buradan adam keçib. Niyə? Çünki izi var. Artıq ona yeni bir əlavə, dəlil, nə bilim, oradan gətir, buradan gətir, heç kəs istəmir. Həmçinin baxırsan ki, bir yerdə təzək var. Dəvə təzəyi. Və baxırsan deyirsən ki, buradan dəvə keçib. Heç kəsə qoyun təzəyi fərqlidir. Qoyun keçib deyə bilməzsən. Niyə? Çünki təzək dəvənindir. Əgər, sonra qadi deyir, əgər iz gedənə təzək dəviyə aiddirsə, bu yer, göy, ulduzlar, onu yaradana dəlalət deyilmi? Ərəbin təfəkkürünə bax. Nə dərəcədə sadə, amma kəsərlidir. O ona kifayət eləyirdi. Artıq gedib söz oyun işlətmək, dərin elmləri araşdırmaq filan, o ərəbə lazım deyildi. O cəmiyyətdə yaşayan insana lazım deyildi. Onunla başa düşürdü ki, ayaq izi varsa demək insan gedib, ulduz da varsa demək onu yaradan Allah var. Amma qədim fəlsəfələrdə artıq başqa problemlər var idi. Və bu fəlsəfələrdə adam öz beynindən bir sual atır ortaya. Mən varammı? Diyojen fəlsəfəsi deyirlər buna gəl, yadınızdasa, biləniniz varsa. Diyojen deyir, mən varam. Özünü sual atırdı ortaya. Və düşünürdü, mən varammı? Varamsa necə varam? Yoxamsa necə yoxam? Var olanda necə oluram? Yox olanda necə oluram? Və Diyojen oturmuşdu bir kəlləyin içində, deyirdi ki, dünya budur. Dünya deyirdi, budur. Kəlləyin o tərəfi deyirdi, yoxdur. Təfəkkürə baxdınızmı? Həmçinin bu şəkildə çox belə fəlsəfi fikirlər var idi. İnsanlar bunu oxudu. Oxuyanda başladılar, sual düşdü axır beylə. Bu necədir? Düşünür, bunun cavabını vermək lazımdır.
Ona görə bax bu gəldi İslam alimlərindən o birisi alimlərin arasında münazirələr başladı. Adam İslamı qəbul eləmir. Gəlib oturub Əbu Hanifə ilə mülhidin rəvayətini bilirsiniz. Ki gəldi sübut ki Allah var. Ya bu kimi münazirələr olurdu. Və bunu gərək sübut eləyəsən. Sübut eləyəndə, mən qadir deyəndə ki, Resulullah sallallahu aleyhi ve sellem dedi ki, Allah var. İman sahibi, iqrar sahibi, şəksiz, şübhəsiz onu qəbul eləyir. Bir Allah var. Amma dediyimiz kimi o kənar əqidədən gəlmiş və öz əqidəsini qanına hopdurmuş, o batıq, sapıq fikirləri yemiş bir insana birbəri başdan Resulullahın hədisini göstərməklə onu ikna eləmək olmur. Ona görə nə lazımdır? Ona görə üləmamız, Allah onlardan razı olsun. Üləmamız onların öz dilinlə onlara xitab eləməyə başladılar. Onların öz dilindən onlara xitab eləməyə başladılar. Onların qoyduğu qaydalarla onlarla mübarizə aparmağa başladılar. Və bu üsulla İslam dünyasında kəlam elmi deyilən elm formalaşdı. Və kəlam elmi əvvəl bəyənilmirdi. Əbu Hənifə, Əbu Yusuf, İmam Məhəmməd və bu kimi qədim ulama kəlam elmi haqqında çox sərt və pis sözlər deyiblər. Məsələn, Əbu Yusufun bir sözü var. Deyir ki, kim kəlam elmindən elm axtararsa, zındıq olar. Yəni, kim elmi kəlam elmində axtararsa, kəlamda axtararsa, zındıq olar. Kim dövləti, pulu, simya elmində axtararsa, iflas eləyər. Simya elmi, simya, kimya yox, simya. Simya elmi kimyanın bir növüdür. İndi o elm vermirlər, istifadə olunmur o. Üzdə olmaz onu saxlamaq özdə. Gizli elm idi, belə deyək. Nə idi? O məşhur, bilirsiniz onu, misi qızıla çövirmək. Amma bu simya elminin əsas qayəsi o idi. Misi qızıla çevirmək. Yəni, dəyərsiz maddələrdən dəyərli maddə ala bilmək. Amma bunun yanında əzizlər, o simya elminin məlumatları kimyanın irəli getməsində güclü bir təkan verdi. Adam nəsə qurtdalayır, onu buna qatır, bunu ona qatır, bunu ona qatır və bir başqa bir maddə aldı. İndiyənə kimi görünməyən bir maddə. Nə oldu? Kimya proses getdi, elə deyilmi? Bir maddə meydana çıxdı. Amma İmam Əbu Yusuf niyə deyirdi? Simya ilə qızıl axtaran müflis olar. Çünki olan var dövlətini verər, ona başı qarışar, amma bir nəticə olmaz. Və olan əli də mal da əlindən gedər. Bu şəkildə həqiqi elmi, Qur'anı, sünnəni qoyub, kəlamla məşğul olanda zındıq olar. Niyə? Çünki əzizlər, Qur'ana və hədisə, sünniyə, yəni əsas elmimizə bişmədən, onun əsaslarını tam yemədən kəlam elminə düşmək insanda vəsvəsələr meydana gətirir. İnsanın beynində suallar açır. Necə ki, açmışdı suallar. Qədər mövzusu. Ən böyük, ən zədəli mövzudur. İnsan özü öz əməlinin xaliqidir. Kəlamın ən qaynar mövzularındandır. Bir insan özü öz əməlinin xaliqidirmi, deyilmi? Kəlama uyanlar, kəlama qapılanlar dedilər ki, insan öz əməlinin xaliqidir. Məsələn, günahı insan özü eləyir. Kimsə onu məcbur eləmir günah eləməyə. İnsan özü eləyir. Namazı insan özü qılır. Kimsə onu namaz qıldırmır. Elə deyil. Onda qatillər ki, onda demək, insan öz əməlinin xaliqidir, yaradıcısıdır. Nə ilə buna gəldilər? Zahirlə. Görünənə baxdılar və hökm verdilər. Bu zaman nə olmuş oldu? Bax, dedilər ki, insan özü özünün xaliqidir. Bu zaman nə olmuş oldu? Meydana nə çıxdı? İslam əqidəsində, həqiqi əqidədə, Qur'an və sünnə əqidəsində çəlişki meydana çıxdı. Niyə? Qur'anda demirmi Allahdan başqa xaliq yoxdur? Əqidəmiz bu deyilmi? Yaratmaq, xəlq eləmək
Allah'ın emridir, Allah'ın işidir. Başkası yarada bilmez. Aha. İndi gel sen bunu həll elə. Adama deyirsən ki, budur Allah Kur'an'da deyir ki, vah vah halik kullu şey. O her şeyin yaratıcısıdır. Adam diyor, kardeş benim emelim Allah yaratmır, ben özüm yaratırım. Allah'ı kabul edir, Peygamberi kabul edir, senden birlikte namaz kılır. Ama o qədim kitablardan okuduğu ilim ve yahut evvel inandığı inanç beyninde bir tane problem açıp ortaya koydu. Ve bu problemi çözebilmir. Çözerken hatıya düşür. Ve əqidəsində problem olmuş olur. Bugünkü ifadeyle demiş olsak. Ha? Sen əqidəndə problem var. Ha. Niye? Çünkü Allah'ın yanında bir başka halik aktardı. Özüne halik dedi insan. İnsan özüne halik dediyse Allah korusun şirk oldu. Tevhid zedelendi. Kur'an'la da adam kabul eləmir. Beynine yerimir. Ne yiyeceksen bunu? Bunu qayıdıb öz üsulunla aradan kaldırmalısın. Şimdi bak, üsula bakın. Gör necə susturur. Ne bir Kur'an ayəsi oxumur insan, ne bir hədis adını çəkmir. Amma deyir ki, sen əməliyin xaliki değilsən. O da deyir ki, yox, mən əməlimin xalikiyəm. Deyir, gözəl. Əməliyin xaliqisən, hə, deyir, yaxşı. Deyir, indi M hərfidir, M səsi çıxart, dodağını dodağına vurma. Ya, buyur, elə bilərsən mi? Mümkün değil. Ha, sen dodağını qımırlatma, tərpətməklə deyil. Deyə bilməzsən. Niye? Çünkü həqiqətən də yaratma Allah'tandır. Allah yaratmadan insan bir şey eləyə bilməz. Eğer yaradabilirsense de buyur. Ya, niye bilmir? Ha, burada artık dayanır. Ha, başlayır düşünmeye. Ha çalışır, ha dodağını açık saxlayıb mı demək istəyir? Ha, alınmır. Alınmır. Ve neticede ister istemez hakkı etiraf eləməli olur. Ki bəli, her şeyin yaradıcısı Allah'tır. Yaxşı halda. Pis halda ne olur? Öz sapıq düşüncəsində qalır ve onu da deyirlər ki, qardaş, sen bu sapıq düşüncəndə olduğun qədərcə İslam əhlinin ümumi toparlam əhlindən değilsə, sen bidət əhlisən, o da yaxşı halda. Daha pis halda küfrə salan bir əqidəsi olursa, deyirlər ki, sen bu əqidəndən millətdən çıxmış olursan, kafir olmuş olursan. Bəli əzizlər, bax, bütün bunlar 100 illərlə davam elədi. Ebu Hanife'nin, Həsən Bəsrinin dövründən, yani tabiin dövründən başladı. Kiçik, azacıq, genişlendi. İmam Maturidi'nin zamanına gələndə, İmam Maturidi bunu sistematik bir elm halına getirdi. Bugün İmam Maturidi'nin zəhmətini, ümumiyyətlə deyil zəhmətini, özünün adını tarixdən silməyə çalışanlar var. Onun yoxmuş kimi davranılır. Sanki belə bir imam olmuyor tarixdə. Sanki belə bir alim olmuyor tarixdə. Elə davranılır. Niye? Əziz qardaşlar, batilin çırasını söndürən, batilin səsini batıran, bunu batilin öz üsulundan elmi qaydaya salıb, təsbit eləyən İmam Maturididir. Batilin mübarizəsi tarix boyu haqla deyilmi? Bəli. Haqla olduğuna görə bugün batilin əlinə fürsət düşüb, necə olursa olsun, haqqın üzrünü örtmək. Küfür o deməkdir. Küfür bir şeyi örtmək deməkdir. Ona görə də İmam Maturidi'nin adı çəkilmək istəmir. Niye? Çünki İmam Maturidi'nin adı çəkilsə, İmam Maturidi insanlar tanısa, qayıdıb İmam Maturidi'nin elminə sahib olacaq. İmam Maturidi'nin elminə sahib olanına, onun üsulunu öyrənənə, onun tətbiqatını öyrənəndən sonra onun qabağına batil dura bilməyəcək əzizlər. Necə ki dura bilmədi. Necə ki batil onun dövründə onun üsulundan aradan qalıqdı. Və ondan sonra təbii İmam Maturidi'dən sonra da İmam Əşəri gəldi. Və bunların arasında belə deyək, tarixi baxımdan yaxınlıq var. Hətta yaxınlıq o qədərdir ki, hansının birinci, hansının ikinci olduğunu
dəqiq olaraq təyin etmək mümkün olmur. Nə əl yazmalarına görə, nə kitablara görə, biri bu tarixi göstərir, biri o tarixi göstərir, hansının əvvəl yaşadığını bilmək olmur. Amma bir şey var əzizlər, burada artıq təəssüb yox, burada artıq ağıl, təfəkkür işə keçir. İmam Əşəri rəhməhullah, Əbul Həsən Əşəri dediyimiz alim, əvvəlcə Mü'təzili əqidəsində idi. Əvvəlcə Mü'təzili əqidəsində idi. Və o əqidənin əsaslarını müdafiə edirdi. Bir müddət sonra Allah onun qəlbini açdı, Mü'təzilənin əqidəsinin çürük olduğunu, əsassız olduğunu dərk elədi və bundan sonra qayıtdı və əhl-i sünnət əqidəsinin əsasları üzrə danışmağa başladı. Yaxşı, gözəl. Bəs ona qədər əhl-i sünnət əqidəsinin əsaslarını kim qoymuşdu? Onu elmi əsasa kim salmışdı? Bax, bu artıq sualdır. Bəzən deyirlər ki, İmam Maturididən əsasında aldı, bəzən deyirlər ki, yox. İmam Maturididən almasa belə, o dövrdə, yəni Əbul Həsən Əşərinin dövründə, İslam dünyasında əqidə məsələsinin riyasəti, idarəsi Əbu Hənifənin, İmam Tahavinin əlində idi əzizlər. Deyəcəksiniz necə? Tarixdə Fıkhul Əkbərdən başqa o dövrdə yazılmış ikinci əqidə risaləsini bilirikmi? Mən bilmirəm. Və yaxud İmam Tahavinin Əqaid-ü Təhaviyyəsindən başqa bir əqidə kitabı bilirikmi? Mən bilmirəm. Demək, ortaya bu şey çıxır ki, bəli, o dönəmdə məzhəb fərqlərinə, əməl məzhəbi, əməldə məzhəb fərqlərinin olmasına baxmayaraq, etiqadda Fıkhul Əkbər və İmam Tahavinin əsərləri əsas idi. İmam Şafii, Fıkhul Əkbərin, üzr istəyirəm, İmam Şafii, İmam Tahavinin dayısının müəllimidir. Muzəni deyilən müəllim, İmam Muzəni, İmam Şafiinin ən yaxın tələbəsidir. Əbu Yusuf İmam Əbu Hənifənin necə tələbəsidirsə, İmam Şafii də Muzəninin o şəkildə ustadıdır. Yəni Əbu Hənifə Əbu Yusufun necə ustadırsa, İmam Şafii də Muzəninin o şəkildə ustadır. Yəni birbaşa dizinin dibində oturmuş tələbəsidir. Və İmam Tahavi də Muzəninin bacısının oğludur. Yəni İmam Şafii ilə Tahavinin arasında nə var? Bir da ustad var, vəssalam. Və İmam Tahavi öz əqidəsinin əvvəlində yazır, kitabında yazır. Bu, Əbu Hənifə, Əbu Yusuf və İmam Məhəmmədin əqidə və ümmətin, bax, fuqahaul ümmədir, ümmətin fəqihlərinin əqidəsidir. Və bunu şərh eləyəndə, izah eləyəndə haqsızlığa yol verilir, əzizlər. Sanki İmam Tahavi ümmətin fuqahası dediyi zaman sadəcə Əbu Hənifəni, Əbu Yusuf'a və İmam Məhəmmədi sayır. Yox, əzizlər, yox. İmam Tahavi ümmətin fuqahası deyəndə bu üçünün xüsusi olaraq adını çəkir. Niyə? Çünki rəislər bunlardır. Fuqaha dedikdə İmam Malik də oraya aiddir, İmam Şafii də oraya aiddir, İmam Əhməd də oraya aiddir, İmam Sevri də oraya aiddir, İmam Əvzai də oraya aiddir. Digər bütün fəqihlərin də o fuqahanın aidiyyatında olduğunu başa düşürük biz. Yoxsa fuqaha-ül millə deyib bu üçünü fəqih saymaz. Haqsızlıq olur, ədəbsizlik olur. Ən azından öz dayısına qarşı. İmam Tahavi kimi bir alim İmam Şafiinin haqqını zayi eləməz. Necə ki, özü İmam Şafiinin məzhəbində idi. İmam Şafii məzhəbində idi. Oxudu, ondan sonra keçdi Hənəfi məzhəbinə, əməldə Hənəfi məzhəbindən əməl eləməyə başladı. Soruşdular ki, kişi, dayın İmam Şafiinin tələbəsidir. Onun ictihadına görə əməl edir. Nə həkmət, nə səbəb? Niyə sən Əbu Hənifənin, İmam Əbu Hənifənin ictihadına keçdin? Deyir, dayımın daima İmam Əbu Hənifənin kitablarını oxuduğunu gördüm.
Bir halda ki, o kitabı oxuyub fətva verir. Bana daim nəyimə lazımdır? O kitab lazımdır. Alim budur. Bəli, əzlər. Həqiqi iştihat budur. İlim sahibi üçün, alim üçün. Bugün deyir, oxu özün fətvan verir. Hədisi oxu, Quran ayəsini oxu, özün əməl elə. O bizi kimi sıradan insanlara deyiləcək söz deyil. O alimlərin sözüdür. O alimlərə ait məsələdir. Bugün gətirib mənim kimisini birini çıxardıb alim eləmək olmaz. O tahavilərin, digər şafilərin, digərlərinin sözüdür bir-birinə ki, hə, sən İmam Şafi sənin nəyə qalazım, İmam Müzəni sənin nəyə qalazım? Bəli, əzizlər, bax bu şəkildə ümmətin əqidəsi nə idi dedik? İmam Əbu Hənifənin təyin elədiyi əsaslar. Bunu davamlı olaraq görürük. Ki, həqiqətən də İmam Tahavidən sonra İmam Maturidi, İmam Maturidən sonra İmam Taftazani, Taftazanidən əvvəl Nəsəfi, Nəsəfinin yanında Sabuni, ondan sonra Pəzdəvi və bütün fıqh əsası, üsulü fıqh dində kitab yazmış alimlərin hamısının kitabının əsası Fuqh-ül Əkbərə qayıdır. Və ondan sonra əlavə bablar açılır. Bunun əsası nədir, bunun əsası nədir, bunun əsası nədir? O əsasda da nədir? Məsələ həll olunur, əzizlər. Və bu ta axır dövrə qədər davam elədi. Bir məsələyi də izah eləyək, ondan sonra inşallah dərsimizə, yəni kitabları oxumağa başlayacaq. Nə idi bu məsələ? Mötəzili kim idi? Əşərilər kimdir? Maturidilər kimdir? Mücəssəmə kimdir? Müşəbbihə kimdir? Və bu taifələr haqqında azacıq bir məlumat da verək, ibtidai bir məlumat. İnşallah yeri gəldikcə lazım olsa daha geniş məlumatlar verməyə çalışacağıq. Həsən Bəsrinin dərs halqası var idi. Və Həsən Bəsri dərs halqasında İslam əqidəsinin əsaslarını oxudurdu. Şifahi şəkildə. Və bunun Vasil İbni Əta adında bir tələbəsi var idi. Vasil İbni Əta. Rəvayətlər fərqlidir. Artıq o rəvayətlərin keyfiyyəti bizi maraqlandırmaz. Və kimi deyir ki, Vasil İbni Əta özünü alim sadə kənara çəkildi, bir yerdə oturdu, özü halqa qurdu, dərs deməyə başladı. Bəzi rəvayətlərdə gəlir ki, imamdan sorğu sual elədi, yəni İmam Həsənlə, Həsən Bəsri ilə. İmam Həsən Bəsrinin suallarına, verdiyi suallara, yəni İmam Həsənə verdiyi suallara, İmam Həsənin cavabı onu qane eləmədi, çəkildi, özündən cavab verdi. Bəzilər deyir ki, İmam Həsənə gəldi, bir nəfər sual soruşdu, İmam Həsəndən əvvəl o Vasil İbni Əta cavab verdi. Hər necə olursa olsun, Vasil İbni Əta İmam Həsənin dərs halqasından ayrılıb özü bir halqa qurdu. Özü bir halqa qurdu və heç şübhəsiz İmam Həsənlə fərqli görüşlər sahibi idi Vasil İbni Əta. Dediyimiz kimi onlardan biri insan özü öz əməlini xaliq edir deyə. Və İmam Həsən Əl-Bəsri rahimehullah belə bir söz istifadə elədi. İ'təzələ annə Vasil. Vasil bizdən ayrıldı. Əzl eləmək, ərəbdə əzələ çıxartmaq, uzaqlaşdırmaq mənasındadır. Hətta baxarsınız, deyir ki, filankəsi işindən əzl elədi. Yəni, filankəsi işindən çıxartdı. Vasil İbni Əta haqqında da i'təzələ, yəni özünü halqadan çıxartdı. Özünü halqadan çıxartdı, əzl elədi. Buna dedilər sahibi i'tizal. O sahibi i'tizaldan da gəldi mu'təzilələr, yəni i'tizal sahibləri, əhl-i sünnətdən ayrılıb özünə əqidə üslub formalaşdıran qrup. Və bunlar nə ilə fərqlənirdilər? Əhl-i sünnət vəl cəmaat, Əbu Hənifə və digər əhl-i sünnət ülaması əsas alırdılar dəlil olaraq kitab və sünnəni. Bir şey olanda kitaba baxır, olmayanda sünniyə baxır. Ondan sonra digər qiyas və istinbat və ictihad kimi məsələlərə müraciət edərdilər. Mü'təzililər Rum fəlsəfəsindən, Hind fəlsəfəsindən oxuduqlarına görə, o kəlamla daha çox məşğul olduqlarına görə ağla üstünlük verdilər. İnsanın təfəkkürünə.
Əgər, yəni indi o institut tələbələri hər halda bunu oxuyublar, fəlsəfə oxuyubsunuz, fəlsəfənin məsələlərindən biri ağıldır. İnsan təfəkkürüdür. Fəlsəfə onu da öyrənir. Və ağıl hər şeyi həll edir onlara görə. Ağıl qəbul edirsə var, qəbul eləmirsə yoxdur. Və ağıl təsdiq edirsə var, təsdiq eləmirsə yoxdur deyə, yəni fəlsəfədə belə bir şey var. Və bu mütəzililər də həqiqətən ağla qapı açdılar. Ağla qapı açdılar və başladılar ağılla düşünərək problemlər ortaya qoydular. Belə olsa nə olar? Əgər belə olarsa, bu belə olsa onda nə olar? Yəni, hazır real suallara yox, artıq düşüncə vasitəsilə tapılmış sualları müzakirə eləməyə başladılar. Və əhl-i sünnə bunu bəyənməzdi. Niyə? Çünki, yenə dedik, qayda var. Zərurət miqdarı. Zərurət miqdarında irəli gedəcəksən. Onun üçün də mütəzilə olanlar bu şəkildə genişləndilər və həddən artıq irəli getdilər. Və mütəzilə bunu genişləndirəndən sonra bu dəfə mütəzilədən qoppa tayfələr meydana çıxdı. Məsələn, müşəbbihə. Müşəbbihə, şəbihə, oxşamaq sözündən gəlir, bənzətmək, oxşamaq deyir. Və bunlar başladılar qeybiyyatı, belə deyək, qeybiyyatı zahirə görə izah eləməyə. Yəni, sözlərin zahirinə görə izah eləməyə başladılar. Yəni, əqidədə bu da var, qeybiyyat məsələsi. Bir peyğəmbər var, onu qəbul edirik, gözümüzün qabağındadır. Bir də mələk var. Mələk qeybiyyatdandır. Mələk necədir? Ortaya bir sual atdılar. Mələyin vəsfi nədir? Biz mələyin vəsfini deyirik ki, Allah Taala deyir, qənətləri var. 2, 4, daha çox qənədi var. Dişi deyil, erkək deyil. Allahın yaratdığı nurani bir məxluqdur. Bundan o yana ağlımızı yorub düşünmürük. Amma mütəzilə dayanmadı, yox. Qənədi nətərdir, necə istifadə eləyir? Bu dəfə əzizlər, dəlil olmadan nəyə düşürlər? Səhifə düşəcək, mütləq. Mütləq səhifə düşəcək. Niyə? Çünki bunun təfəkküründə qənət var. Düzdürmü? Qənət var. Nədir qənət? Quşun qənədi. Bu dəfə başladı mələyə quş qənədi aid eləməyə. Mələyin də quşun qənədi kimi bir qənədi var. Amma əhl-i sünnət dedi, yox, olmaz. Niyə? Çünki quş başqa məxluqdur, mələk başqa məxluqdur. Quşun yaradılışından mələyin yaradılışı arasında fərq var. Sənin quşun qənədini, mələyin qənədini aid eləməyin, mələyin qənədi də quşun qənədi deməyin, bu şəkildədir deməyin, sənin ağlıyın və təfəkkürüyün qısalığından, irəli işləməzliyindən xəbər verir. Əhl-i sünnətin mövqeyidir bu. Niyə? Çünki sən başqa şey deyə bilmirsən. Sənin beynində quşun qənədindən başqa bir qənət yoxdur. Ona görə mələyə quşun qənədini aid edirsən. Buna da sənin dəlilin yoxdur. Əqidə də sadəcə qəti dəlillə sabitdir. Deyə etiraz elədilər. Və bu zaman etiraza cavab gəldi. Görsüz sözdən başqa bir şey yoxdur ortada. Adicə danışırıq, başqa bir söz də istifadə eləmirik. Ona görə buna kəlam elmi deyirlər, bu bir haşiyə olsun. Etiraz gəldi. Allah deyir, ulul əcnihə. Allah Teala Quranda buyurur ki, ulul əcnihə. Qənət sahiblərdir, qənətləri var. Bax, burada əhl-i sünnətlə əhl-i bidətin həqiqi üzü meydana çıxır, əzizlər. Bu çox önəmli məsələdir. Bu gündə qarşımızda olan ən ciddi məsələdir. Bu gün əhl-i sünnətə buradan hücumlar var. Nədir o? Deyir əzizim, bəli, Quranda ulul əcnihə deyilir. Biz buna inanırıq. Sadəcə Quranda ulul əcnihə qənətləri var, mələklərin qənətləri var deməsi bizim mələklərin haqqında bizim təfəkkürümüzə uyğun bir məlumat verməsi üçündür.
Ama bu meleğin genedinin tamı tamına kuşun genedi kimi olmasını demek değildir. Sadece bizim tefekkürümüzde bir genet var. Ve biz o genedi başa düşürük neden ötürüdür. Uçmak için değil mi genet? Uçmak içindir. Ha, melek de uçur. Buna şüphe yoktur. Ama meleğin genedi kuşun genedidir kimi demek olmaz. Niye? Çünkü Allah Teala onun ona benzediğini göstermiş. Sadece genet değil. Şimdi bunu biraz izah etmeye çalışayım sizin için. Teyyarenin de genedi var bugün. Öyle değil mi? Kuşun genedinden de mi? Evet, değil. Eğer deseniz ki benim yanlarında da kuşun genedi kimidi? Yok. Kuşun genedinden değil azizler. Niye? Çünkü kuşun genedi daha mükemmeldi. Teyyarenin genedi kuşun genedi kadar mükemmel değil. Kuşun genedi kadar müteherriç değil. Kuşun genedi kadar fonksiyonel değil. Niye? Çünkü kuşun genedini Allah yaradır, teyyarenin genedi insan düzeldir. Sadece kuşun genedine bakıp derk elediği miktarınca. Bugün baxırsan ki pul xərcləyir, milyonlar xərcləyir. Bir adam tutur, maraqkeş bir adam özünə cihaz verir, alət verir. Gedir bir dənə qartal balasının ayağına halqa bağlayır. Ömrü boyu o qartal balasını izləyir. Niye? En müxtəlif situasiyalarda genedinden necə istifadə elədi. Yine hamısını öyrənə bilmir. Öyrənsə belə tətbiq eləyə bilmir. Kuşun genedine benzer bir genet insanoğlu düzeltebilir. Ama kuşun genedi değil. Aha. Kuşun genedi değilse demek senin meleğin genedi kuşun genedidir kimi demeyin nedir? Esassızdır. Ona göre de bak burada şimdi ben melekten danışıram daha çok xətiyə düşməmək için. Müşəbbihə deyilenler Allah Subhanahu ve Taala'nın özü hakkında verdiği vəsfləri benzetmeye başladılar. Dediler ki Subhanahu Teala Allah Teala'nın yed diye özüne ait elədiği, yedullah diye özüne ait elədiği sıfəti insanlardaki kimidir? Hardan aldılar? Çünkü Yahudilerin tefekküründe Allah Subhanahu Teala insan sıfətindedir. Onlar Allah'ı insan şeklinde vəsf edirlər. Haşa ve Teala. Ve bunun için de əziz kardeşler bak bu müşəbbihədən de bu defa mücessime koptu. Ha, cisimleştirme. Ha, insana benzəyirsə demek cisimdir. Cisimdirsə yeni bir suallar meydana çıkır. Ha, cisimdirsə bu bölünen olmalıdır. Ha, bölünen olanda ne oldu? Bu defa əqidəyə zərər geldi. Allah Subhanahu Teala bölünmez. Allah Subhanahu Teala heç nəyə benzemir. Bu kimi sualdan sual çıxa-çıxa, sualdan sual çıxa-çıxa əqidənin babları genəldi əziz qardaşlar və məcburən İmam Maturidi və İmam Əşəri öz üsullarıyla onların özünü susturdular. Və axir davana elhamdülillah rabbil alamin. Subhan rabbika rabbil izzati amma yasifun və selamun alel murselin. Velhamdülillah rabbil alamin. Lillahi Teala'l Fatiha.